Hamınızı salamlayıram. Bugün bir çoxlarına artıq adını belə xatırlamadığı bir serialdan danışmaq istəyirəm. 2000-ci illərin əvvəllərində yayımlanan Diqqət Bebek Var adlı ailə komediya janrındakı bir serialdan. Bu serial 2000-2002-ci illərdə TRT1 kanalında yayımlanırdı. Baş rollarda Ceyda Düvənci və Kaan Girgin yer alırdı. Hekayə yeni doğulan körpənin gəlişi ilə bir ailənin həyatında baş verən dəyişiklikləri göstərirdi. Bu tərzdə bir çox serial çəkilsə də Diqqət Bebek Var fərqli yanaşması ilə seçilirdi. Hadisələr barış adlı körpənin dili ilə danışılırdı. Uşaq özü baş verənləri izah edir. Tamaşaçıya öz baxış bucağından dünyanı göstərir. O dövr üçün bu həm orijinal, həm də maraqlı bir ideya idi. Bəlkə də bu tipdə işlər var idi, amma bu mənim üçün bir ilk hesab edilirdi. Valideyn olmağa çalışan bir cütlük, evdəki qarışıqlıqlar, yaxın qohumların müdaxiləsi, hamısı tanış, real və biraz da gülməli səhnələrlə təqdim olunurdu. Serial yalnız uşaqlar üçün deyil, böyüklərə də xitab edirdi. Ailə həyatının gündəlik çətinliklərini yumorla və səmimi şəkildə əks etdirirdi. O vaxt bu seriala baxanlar üçün Barış danışırdı ifadəsi nostalji hiss oyadır. Tanımayanlar üçün isə bu sadəcə köhnə bir TRT işi kimi görünə bilər. Qısası Diqqət Bebek Var o dövrün tipik, amma öz ruhu olan ailə seriallarından biri idi. Əgər yadınızdadırsa, demək o da sizin yaddaşınızda iz qoymağı bacarıb.